Yadıma gəlir, mən uşaq olanda heç vaxt öz evimizdə yaşamaq istəmirdim. Həmişə istəyirdim ki, babamgildə yaşayım. Səbəbi isə orada adamların çox olması idi və o evdə heç cür darıxmırdıq. Babamgildə həmişə hansı küncə dönürdünsə adam çıxırdı, nəvələr, nəticələr, deyib, gülüb, əylənib, yeyib, içib yatırdıq. Evə gələndə isə səhər darıxmağa başlayırdım, çünki evdə az adam idi. Və həmişə arzulayırdım ki, mənim babamgilin evi kimi evim olsun və deyəsən kainat özünə sərf edən sözləri eşidən kimi elə bunu da sırazu eşidibdi. Bir evə gəlin köçmüşəm ki, babamgilin evindən qətiyyən fərqlənmir, çünki burada baba nənə evidir. Gördüyünüz yerdəki zərcəmək döşəklərdə elə bu evin nəvələrinin nəticələrinin yatdığı yerlərdə. Demək olar ki, hər yay belə olur. Bizdə Allah heç evə pis günlər qismət eləməsin, hər zaman şad günlərdə yığışmağa qismət eləsin hamımıza. Hər yer Rusiyadan ya da şəhərdən gələnlər belə toplaşırıq. Də hara dönsən divan, kreslo, taxt olsa da gördüyünüz kimi döşəklərə, yorğanlara da ehtiyac olur. Əslində döşəyə çox da yox, çünki yayda döşək üstə heç kim yatmaq istəmir. Əsasən nazik olduğu üçün yorğanlar sərilir, üzərinə isə poduşka bir pastel atılıb yatılır. Hər durduqdan sonra isə hərə bir iş dalıcı. Biri evləri yığışdırır, biri mətbəxə girir, biri həyət bacaya, pal-paltara, hamı öz işini görür. Sonra günorta yeməyində yenə hamı görüşür. Danmıram, adam fiziki olaraq çox yorulur, amma ürəyinin istəyən, sözünün, söhbətinin tutduğu, can deyib can eşitdiyin, mehriban olduğun insanlar olanda onun da ayrı bir ləzzəti, onun da ayrı bir gözəl xatirəsi qalır. Sizinlə bu görüntüləri paylaşıb az da olsa sizdə nostalji hisslər yaratmağa çalışdım ki, də kimlərsə bu videoya baxıb öz nənə babalı günlərini xatırlayacaq. Və gəlin rəylərdə nənəli babalı günlərimizdən ən xoş xatirələrimiz hansılardır, onları yazıb bölüşək. Bu günlük məndən bu qədər, hələlik.